Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz relative pronounsdur, nisbə vəziklər dərsidir. Onu qeyd edim ki, nisbə vəzikləri və ümumiyyətlə conjunctions mövzusu qrammatikanın incə detallı bölmələrindən birisidir. Bunlar iki cümləni birləşdirərək əlavə məlumat verir. Advanced səviyyədə imtahanlarda birbaşa yüksək xal qazandıracaq qızıl qaydalar və bu nisbə əvəzliklərin fərqlərini sizlərin nəzərinizə çatdırıram. Əvvəlcə zətdən başlayaq. Zət universal nisbə əvəzlikdir. Həm insan, həm heyvan, həm də əşya üçün işlənə bilir. Çünki fərqli cümlə üzvləri və nitq hissələri kimi çıxış edir. Gəlin zətin çıxış etdiyi funksiyalara bir daha nəzər salaq. İşarə əvəzliyi kimi adjektiv funksiyasında işlənə bilər. Uzaqda olan tək əşyanı göstərir. Bildiyiniz kimi, işarə əvəzliyi kimi zətin cəmi those'dır. O və their'li və yaxud keçmiş zamanda olan cümlələrdə that'dən istifadə edilir. İsimdən əvvəl gələrsə sifət, tək gələrsə əvəzlikdir. Misallara baxaq. I like that book. O kitabı bəyənirəm. Burada kitabın qarşısında gəldiyinə görə zət sifət, adjektiv funksiyasında iştirak edir. What is that? O nədir? Burada isə işarə əvəzliyi funksiyasında iştirak edir. Nisbə əvəzlik kimi zət təyin budaq cümləsində relative clause-da who, whom, which-i əvəz edə bilir. Özündən əvvəl mütləq bir isim gəlməlidir. Nümunə. The car that which he bought is expensive. Yəni, aldığı maşın bahalıdır. Maşın cansızdır, cansız əşyadır. Zət işlədirik, which-i də onun yerinə yaza bilərik. Deməli, zət dediyimiz kimi which-i də əvəz edir. Virgüllə ayrılan cümlələrdə bunlar non-defining cümlələr adlanır və söz önlərindən, yəni prepositionsdan dərhal sonra zət işlənməz. Nümunə, the house in that ifadəsi yanlışdır. The house in which I live deməliyik. My brother, virgül, that lives in Baku is a teacher. Bu ifadə yanlışdır. Dedik ki, virgüldən sonra zət gəlməz. My brother, virgüldürsə, deməli, who lives yazarıq. Bağlayıcı kimi işlənmə yerləri tamamlıq, mübtəda və ya xəbər budaq cümlələrini bağlayır. Özündən əvvəl isim yox, feil və ya sifət gəlir. Bu, zətin heç bir tərcüməsi olmur və cümlənin içərisində zəti ata bilərik, çıxara bilərik cümlədən. I know that you are right. Bilirəm ki, sən haqlısan. Bu, tamamlıq budaq cümləsidir. Əgər zəti buradan çıxartsaq, yenə də cümlənin mənası dəyişmir. Bir qeyd edək burada. Want to know, bilmək istəmək, ask, wonder feilləri məna etibarilə daxilində şübhə, qeyri-müəyyənlik və ya sual daşıyır. Zət bağlayıcısı isə hər hansı bir dəqiq fikri, faktı göstərdiyinə görə bu zaman biz want to know, asklı cümlələrdə, wonderlı cümlələrdə that'dən istifadə edə bilmərik. Bu feillər özlərindən sonra ya if və yaxud da whether tələb edir və yaxud da ki, bunlar da olmasa testdə WH ilə başlayan water, whether, why kimi sual sözlərindən istifadə edə bilərik. Gəlin nümunələrə baxaq. Deməli, yanlış struktur. I wonder that she will come. Wonderlı cümlədə dedik ki, zət işlənməyəcək. Askılı cümlədə dedik ki, zət işlənməyəcək. Burada if və yaxud da və qoyuruq. Video materialı saxlayıb rahat şəkildə baxa bilərsiniz. Bəs testlərdə zət bağlayıcısına hansı feillər seçməliyik? Deməli, əziz dinləyənlər, əgər cümlədə əminlik, dəqiqlik varsa, zət işlənir. Məsələn, know, bilmək, think, düşünmək, believe, inanmaq, say, demək.
Bu kimi sözlər varsa, biz burada zətdən istifadə edə bilərik. Qısa bir qeydiyyatımızda saxlayaq. Testdə feillərə diqqət yetiririk. Əgər proses hələ bilinmirsə və yaxud da sual altındadırsa, yəni cümlədə dediyimiz kimi ask, wonder, wanted to know, not be sure, have no idea belə bir feillər varsa, bunlardan sonra cavab mütləq if, whether olacaq, zət seçə bilmərik. Buna aid misalları görürsünüz. It is obvious that he will win. Onun gəlib, deməli, qalib gələcəyi bəllidir. Yəni, bilinir ki, o qalib gələcək. Bu, mübtəda budaq cümləsidir, əminlik var. Ona görə biz burada obviousdan sonra nəyi götürdük? Zəti götürdük. Buna fikir verirsiniz. Və bir də, deməli, yoldaşlar, aktiv, yəni məlum növdə feil, yəni tel feili dərhal özündən sonra zət tələb etmir. Yəni teldən dərhal sonra aktiv, yəni aktiv voice-da biz zəti işlədə bilmərik. Çünki tel mütləq kiməsə deyilməsini, yəni vasitəli bir tamamlıq tələb edir. He told me that mütləq deməli tel feilindən sonra bir obyekt gəlməli, daha sonra zət işlənməli. Amma cümlə pasiv struktura, yəni məchul-dadırsa, bu zaman canlı tamamlıq ona keçdiyi üçün tel feilindən sonra birbaşa zət işlənə bilər. Deməli, teldən sonra birbaşa zət o zaman gələr ki, bu zaman o məchul növdə olsun. İki, deməli, cümlə vermişəm, biri məlum, biri məchul növdədir. Göründüyü kimi məlum növdə tel, tolddan sonra mütləq bir obyekt, daha sonra zət gəlməlidir. Birbaşa zət gələ bilməz. Birbaşa zət o zaman gələr ki, tel, tolddan sonra o məchul növdə işlənsin. Want feili non-clause isim budaq cümləsi bağlayıcısı olan zət ilə heç vaxt işlənmir. Yəni, I want that you go demək tamamilə yanlışdır. Bunun əvəzinə biz mürəkkəb tamamlıq dərsindən keçdiyimiz kimi, deməli, bu zaman hər hansı bir objekt gəlməlidir, daha sonra to-lu infinitiv işlənməlidir. I want you to go. Want-dan sonra obyekt to you, daha sonra isə to-lu məsdər gəldi. Daha sonra sizlərə hansı hallarda zətin işlənməsi və buna diqqət yetirməyimiz önəmlidir. Deməli, əgər zət üstünlük təşkil edirsə, deməli, videonun sonraki səhifələrində də zətin which-lə fərqini dedikdə bir daha bunun altını çizəcəm. Ona görə diqqətli olaq. Hansı hallarda zət işlənir, üstünlük təşkil edir? Bu, sifətin üstünlük dərəcəsində, superlative-də buna aid misal yazmışam. This is the best book, which yox, zət işlədirik. Which burada tövsiyə edilmir. Sıra saylarında the first, the second, the last, every, all, only, very, any sözlərindən sonra zət işlənir. Bunun nümunələrə baxarsınız. İnsan və üstəgələk, əşya, yəni insan əşya ilə birlikdə gələrsə, bu zamanda zət işlənir. Buna da aid bir nümunə var. The people and the cars that were destroyed. Göründüyü kimi insan anlayışı bildirən və ondan sonra isə əşya gələrsə, bu zaman zət istifadə edilir. Everything, something, nothingli ifadələrdə bunlar cansız varlıqlardır, bilirsiniz. Ondan sonra zət işlənir. Bununla da mən zət haqqında məlumatı sizə tamamlayıb, daha sonra onun bir daha deməli tövsiyə versiyalarını sonraki səhifələrdə sizə izah edəcəm. İndi dərhal keçirəm who-ya. Who, sual, nisbi əvəzlik və bağlayıcı kimi işlənir və bunların fərqlərinə birər-birər baxaq. Who bildiyimiz kimi insanlar üçün işlənir. Mübtəda funksiyasında subject olur. Buna aid cümləni görürsünüz. The man who lives next door is a doctor. Sual sözü kimi işlənə bilər. Interrogative pronoundur. Cümlənin əvvəlində gəlir. Sual verərkən indiki zamanda xəbəri təkdə tələb edir. Eyni ilə bunun kimi what-da who əvəzliyi kimi indiki zamanda mübtəda funksiyasında gedəndə xəbər təkdə işlənir. Buna aid misalı görürsünüz. Who is coming? What has happened? Kimi ifadələrdə göründüyü kimi is, has təkdədirlər. Who hətta bir neçə insanı ifadə etsə, cəmdə olan bir ismi göstərsə belə sual formasının indiki zamanda feil adətən təkdə işlənir. Who-nun nisbi əvəzlik kimi işlənməsi özündən əvvəl insan bildirən isim gəlir və növbəti cümlənin mübtədası və ya tamamlığı olur. Deməli, who həm mübtəda, həm də tamamlıq ola bilir. The teacher who taught us English was great.
Burada mübtəda funksiyasında getdi, who-dan dərhal sonra xəbər gəldi. Bağlayıcı kimi özündən əvvəl isim gəlmir, feil gəlir. Kim olduğunu mənasını verir. I don't know. Burada who iki cümləni bir-birinə bağlayır. Birinci cümlənin tamamlığı yoxdur. I don't know, mən bilmirəm nəyi. Who she is, onun kim olduğunu bilmirəm. Deməli, üçüncü bizim ən çox işlənən nisbi əvəzliklərimizdən birisi də whomdur. Whom da insanları bildirir, insan üçün işlənir, tamamlıq obyekt olur. The woman whom I met yesterday is a lawyer. Burada the woman canlı insan anlayışıdır, varlıqdır. Əvəzlik üstəgələk verb gəlib, subject verb birləşməsi gəlib və burada whom işlədirik. Who işlədə bilərikmi? Bəli, who da işlədə bilərik. Nümunələrə baxarsınız. Nisbi əvəzlik kimi deməli who'nun yaxud da whom'un işləmə yerlərinə baxaq. Əgər testlərdə boşluqlardan əvvəl və ya sonraya baxaraq bizə ən asan şəkildə düzgün cavabı tapmaq üçün who'nu mu yoxsa whom'u seçməyimiz lazım olduğunu analiz edək. Who özündən sonra dərhal feil və ya mübtəda feil gələ bilər. Öncədə də dedim, həm mübtəda gələ bilər, həm də deməli mübtədanı həm də tamamlıq əvəz etdiyinə görə özündən sonra mübtəda xəbər də gələ bilər, who'dan dərhal sonra verb-də xəbər də gələ bilər. Lakin whom isə özündən sonra mütləq yeni bir mübtəda, feil, subject, verb ardıcıllığı tələb edir. Ancaq tamamlığı əvəz etdiyinə görə özündən sonra dərhal feil gələ bilməz. Bilirsiniz ki, obyektal xəbərdən sonra gələr. Heç vaxt xəbərdən əvvəl gələ bilməz. Buna görə də whom heç vaxt xəbərin qarşısında gəlməz, nisbi əvəzlik olsa belə. Sözünü, preposition, boşluğun qarşısına keçibsə, bu zaman who yox, yalnız whom işlədərik. Yəni, tutaq ki, to whom, for whom kimi ifadə yaza bilərik, amma for who deyə bilmərik. Bunu aşağıda yenə də sizə dediyim kimi geniş şəkildə bir də ona xülasə kimi baxa bilərik. Bəs whose nə zaman işlənir? Whose kimin və yaxud da hansının ki? Deməli, whose həm canlılara, həm cansızlara aiddir, mənsubiyyət bildirir. Whose'dan əvvəl isim gəlir, sonra da dərhal artiklsız isim gəlir. Yəni, təyinsiz bir isim gəlməlidir. Həm insanları, həm də cansız varlıqları, əşyaları göstərir. Nümunələrə baxaq. The boy whose car was stolen. Oğlan, hansı oğlan? Maşını oğurlanmış. The house whose roof is red. Hansı ev? Deməli, damı qırmızı olan ev. Whose əvəzliyinin isim kimi işlənməsi. Bax, bu bir incə bir nöqtədir. Ən çox müdavimlərə bu düşür. Normalda abituriyentlər, magistrlar üçün belə bir test nümunələri rast gəlinmir. Whose normalda özündən sonra mütləq isim tələb edir. Whose book, whose car. Lakin elə məqamlar olur ki, dostlar, whose tək başına sanki bir isim və ya mübtəda kimi çıxış edir. Gəlin bu incə məqamı təhlil eləyək. İsmin ixtisar olunması, possessive pronoun kimi iştirak etdikdə whose isimsiz işlənir. Danışıq bərpa olunan kontekstdə whose'dan sonraki isim düşə bilər. This is great notebook. Whose is it? Yəni, whose notebook is it? Bu, əla notebookdur. Desək ki, həmin bu notebook sözünü ixtisar edirik. Whose notebook da deyə bilərik. Notebook ixtisar etdikdə, deməli, whose isimsiz də gələ bilər. Deməli, diqqət edirik ki, whose boşluqdan sonra artikellı isim və ya sifət varsa, whose olmaz. Artikellı isim və ya sifət olduqda whose işlənə bilməz, o atılır. Gəlin indi də which-ə baxaq. Which hansı ki mənasında tərcümə olunur, əşyalar və heyvanlar üçün işlənir. The book which I bought is interesting. Özündən sonra həm feil, həm də mübtəda feil gələ bilir. Who-da olduğu kimi. Burada bir advanced detallara baxaq. Which bəzən özündən əvvəlki bütöv bir cümləyə aid olur. Bu zaman mütləq vergüllə ayrılır. Deməli, zət haqqında məlumat verəndə dedik ki, vergüldən sonra zət gəlməz, amma vergüldən sonra which gəlir. Siz bu nümunəni dayandırıb diqqətlə baxa bilərsiniz nümunəyə. He failed the exam which shocked everyone. O imtahandan kəsildi, hansı ki bu, yəni bunun kəsilməyi hamıya deməli şok kimi gəldi.
hamını şoka saldı. Və yaxud da ki, which-in işlənməsinə baxaq. Məkan bildirən isimlərdir. Bildiyimiz kimi boşluqdan əvvəl the city, the house, the room, yəni məkan anlayışı bildirən hər hansı bir söz gəlirsə, V götürmək olmaz. Nə zaman olmaz? Əgər məkan bildirən isim və o zaman seçərik ki, subject verb gəlsin, mübtəda, daha sonra feil gəlsin. Və cümlənin sonunda bu zaman prepositions işlənmir. Əgər prepositions olarsa, which işlədəcək. Və yoxsa which, məkan bildirən isimlərdə, məkan bildirən isim varsa, which, that dərhal feil işlənir. Əgər feil gələrsə, məkan bildirən ismi yerinə which, that-i seçəcək, və-ni seçə bilmərik. Əgər variantlarda və varsa, və düsturunu, və-ni deməli variantdan çıxardacağıq. Məkan ismi which, mübtəda, feil, preposition dediyimiz kimi preposition in which də ola bilər, which in də ola bilər. Yəni preposition üstəgələk which düsturundan istifadə edirik. Bu önəmlidir. This is the house where I live. Görürsünüz ki, subject verb'dür. Məkan bildirən anlayışdır, where gəlir. Əgər cümlənin sonunda live-dən sonra in sözünü olsaydı, burada və-ni yox, which variantını götürmüş olardıq və yaxud da ki, zəti götürmüş olardıq. Videonu dayandırıq, nümunələrə bir də özünüz rahat şəkildə baxırsınız. Daha sonra əziz dostlar, testdə tapmağın asan yolları, boşluğun sağına və yaxud da soluna baxaraq variantları ixtisar edə bilərsiniz. Əvvəl gələn, yəni sol tərəfdə, sonra sağ tərəfdə gələn deməli sözlərə baxıb asanlıqla insan anlayışı bildirən, daha sonra feil gəlirsə hunu, zəti götürürük. İnsan anlayışı, mübtəda xəbər gəlirsə, feil gəlirsə hunu, homo, zəti, hətta boşluğu da götürə bilərik. Yəni empty set deyirlər, heç nəsiz bir variantı da götürə bilərik. Cansız və yaxud da heyvan bildirən hər hansı bir isim gəlirsə, feil, mübtəda, yenə də feil, which zəti seçirik. İnsan və yaxud da cansız bir anlayış varsa, artiklsız isim, who'u götürürük. Məkan bildirən isim varsa, mübtəda feil gəlirsə, sözün söz və-ni götürürük, və in which-ə bərabərdir. Zaman bildirən bir isim varsa, the day misal üçün, mübtəda feil gəlirsə, və-ni götürürük və yaxud da ki, sözünlü on, in, at-li which-i seçə bilirik. Səbəb bildirən hər hansı bir söz gəlirsə, the reason, mübtəda feil gəlirsə, bu zaman why-ı, why-ın əvəzinə for, which-i də seçə bilərik. Burada nisbə əvəzliyin düşməsi ehtimalı nə zaman mümkündür? Nisbə əvəzlik budaq cümlənin tamamlığı olduqda, yəni özündən sonra mübtəda feil gəldikdə cümlədən tamamilə sililə bilər. Variantlarda boşluq işarəsi varsa, nəyə diqqət yetiririk? The book which I read yesterday was great. Which burada atıla da bilər. Bəs nə zaman what? What heç vaxt təyin budaq cümləsində relative clause-da işlənməz, yəni isim varsa, istər canlı, cansız, biz what-u orada işlədə bilmərik. Boşluğun yerində what-u qoya bilmərik. Yəni, bu zaman variantlarda what olan variantı silirik. Yəni, the money I lost. Burada heç vaxt what-u qoya bilmərik, onun yerinə zəti işlədərik. Video materialı burada dayandırıb, daha sonra yerdə qalan hissəsini, ikinci hissəni çəkəcəm. Diqqətinizə görə sağ olun.